Yəni iki cinsli insanlar var, qeyd etdiyiniz kimi. Hermafroditlər var. Metahormonal dəyişikliklər olur müəyyən dövrdə, bəzi insanlarda problemlər olur və belə bir halda o insanların şəriətlə hökm belə təyin edilir ki, bu insanların həqiqi cinsiyyəti müəyyən olmalı tibbi yolla. Yəni bu faktiki olaraq hansı cinsiyyətdir? Bu bəzən üzr istəyirəm, mən açıq deyim, bəziləri qərəzli şəkildə mənim hansısa bir azlıqlara bəraət verməyim kimi, bəli bu şahid deyil təbii ki, mən görmüşəm də bunu qərəzli şəkildə fikirləri təhrif edirlər. Burada normal insan gedib cinsiyyətini dəyişməkdən söhbət getmir. Hansısa patoloji bir hal varsa və tibbdə bunun anormal bir halda olduğunu sübut edirsə və insan iki cinsiyyətin arasında qalıb bunu müəyyən etməlidir. Tibb ki, bu faktik olaraq hansı cinsiyyətə mənsubdur və əməliyyat ona uyğunlaşdırılırsa onun həqiqi kimliyi əslində üzə çıxır və orada artıq həmin hökmdə olur. Yəni qadın kimi təsdiq edildisə bu artıq qadındır, kişi kimi təsdiq edilsə kişidir. Bu bir daha deyirəm anormal hallara aiddir və belə insanlar var, əziyyət çəkirlər həyatda ki, tutaq ki biz neyniyək, biz necə yaşayaq. Yəni daxili aləmi olur bunun özünü qadın kimi hiss amma fiziki kimi yaranır, yox da tam əksinə. Sonra fiziki hətta quruluşunda da müəyyən yaşlardan sonra dəyişikliklər olur. Bəli, bəli. Bunu artıq tibb müəyyən edir və bəzən deyirlər ki, yaradılışda fərq, belə deyək, yaradılışına biz müdaxilə edirik. Xeyr, insan yaradılışı onun ruhu ilə bağlıdır. Misal üçün deyək, anadan gəlmə şikəst olan insanı hansısa bir tibbi müdaxilə ilə biz normal hala gətirə biliriksə, biz deyəmərik bunun yaradılışına biz müdaxilə eləməyək. Bu niyə belə yaradılıb? Yaradılışında biz onun nöqsanı bəzən müxtəlif səbəblərdən olur da, bioloji faktorlar var, müəyyən səbəblər var. Biz hər şey, biz Allahın yaradılışı həm də maddi qayda qanunlara əsaslanır. Maddi dünyada yaşayırıq. Onu araşdırmaq olar, tibbi səbəblər var ki, insan belə yaranır və müasir tibb buna imkan verirsə ki, insan öz həqiqi cinsiyyətinə, əslində bu cinsiyyəti dəyişmək deyil, həqiqi cinsiyyətə uyğunlaşmaqdır. Belə adını qoymaq olar. Bayaq dediyiniz kimi də insan yarananda Peyğəmbər onu xatırladır ki, özünü tanımaq üçün. Bəli, özünü tanımaq üçün. Və özünü müəyyən edir ki, və tibb də bunu təsdiq edir də, onun müəyyən metodlarla təsdiq olunursa, o halda müasir tibbin imkanlarından yararlanıb öz həqiqi cinsiyyətinə uyğun seçim edir və dəyişdikdən sonra artıq o seçimi nədir və tibbin də təsdiq etdiyi o cinsi kimliyi var onun elə həqiqi kimliyi sayılır. Yəni bu qadın sayılır, mümin olarsa buna bazı kimi yanaşılmalıdır. Bəli, bu qadın hökmlərinə riayət edir və yaxud da kişi olursa kişi hökmlərinə.